İyunun 30-dan etibarən Rusiyaya vizasız səfər edən əcnəbi vətəndaşlardan ölkəyə QR kodla daxil olmaları tələb olunacaq. Bu barədə yerli media xəbər verir. Qeyd edilir ki, bura Avrasiya İqtisadi Birliyinin vətəndaşları da daxildir. Yeni proqram Rusiyaya gəlməzdən ən azı 72 saat əvvəl Gosuslugi.ru ID platformasında rəqəmsal qeydiyyat tələb edir. Qazaxıstan, Özbəkistan və Qırğızistan kimi vizasız ölkələrdən gələnlər girişdən əvvəl sistemdə qeydiyyatdan keçməlidirlər. Müraciət fövqəladə hallar istisna olmaqla ölkəyə girişdən ən tez 3 gün əvvəl edilməlidir. Bununla belə fövqəladə hallarda sistem vasitəsilə daxil olmadan 4 saat əvvəl qeydiyyatdan keçmək mümkündür. Həmçinin vurğulanır ki, bu sistem sayəsində sərhəddə giriş qadağası ilə üzləşən əcnəbilər hava limanlarında çox gözləməli olmayacaq və deportasiya prosedurlarının qarşısı əvvəlcədən alına bilər. Lakin QR kod əldə etmək ölkəyə girişə zəmanət vermir. Zərurət yaranarsa, yenə əcnəbilərə giriş qadağan edilə bilər. Qeyd edək ki, yeni tənzimləmə 2024-cü ilin dekabrında istifadəyə verilmiş biometrik nəzarət pilot tətbiqinin davamıdır.